Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, bir hazır evimiz, yaşayışlı bir evimiz satışa çıxıb. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə bütün məlumatlarını sizə çatdıracağam. Hörmətli izləyicilər, nəzərdə çatdırıram bu ev 202 marşrudundan, yəni birbaşa Biləcəri, Nərimanova qədər bir marşrutdur. Oradan 100 metr məsafədə yerləşir, yola yaxın ərazidə yerləşir. Demək, gördüyünüz kimi evin yan tərəflərinə keçmək mümkündür. Ev 8 daş üstə tikilib, şəxsi inşa olunmuş bir evdir. Ev sahibi özünə inşa etdirib. Bunları nəzərdə çatdırıram ki, yəni bütün ev haqqında ətrafında məlumatınız olsun. Gördüyünüz kimi də bu evin arxa hissəsi də, arxasında da belə keçmək mümkündür. Evin hər tərəfi açıqdır, havalanmaya uyğundur. Demək, nəzərdə çatdırıram. Həyətinə düzdür, həyəti var, amma maşın girməsə də, yəni yeri yaxşıdır, geniş küçəsi var. Qoy küçəsini də bir dənə ətraflı belə göstərim. Qapının ağzına qədər demək olar. Baxın, asfaltdır. Düz qalır. Yoldan da 100 metr məsafədədir. Yaxşı yerdə yerləşir. Şəhərə rahat getmək üçün əlverişlidir. Qalxılır buradan yuxarı. Burada ev sahibi belə kombi belə bir dənə göstərim. Kombi sistemimizdə hamısını göstərim. Gördünüz, kombi aparatını yerləşdirib. Həyəti də belə. Bir maşın yeri kimi var, amma ev sahibi belə pləkan qoyub deyə biraz maşın girməyə biraz çətin məsələdir. Bunu nəzərdə çatdırım. Amma ən azından oturmağa yeri, paltar sərməyə yeri amma çox gözəl yerdir. Yola yaxındır, rahat şəhərə çıxışı rahatdır. Maşın çöldə saxlasınız da, yəni bütün kameralarla ətraf ərazi qorunur. Yəni bunu nəzərdə çatdırın. Gördüyünüz kimi buradan daxil oluruq evin içinə. Girən kimi evin dəhliz hissəsidir. Qapıları təmiz taxta qapılardır, rəhləmək lazımdır. Ev amma təmirli evdir. Yəni elə bir ciddi şey yoxdur. Bir dənə qapıları qalıb demək olar. Bura mətbəx hissəsidir. Mətbəx mebelləri, kombi sistemləri hamısı evin üstündə qalır. Bunu nəzərdə çatdırım. Sanitar qovşağından hamam ayrı-ayrıdır. Bura hamam hissəsidir, gördüyünüz kimi. Hamamı da təmir vəziyyətdədir. Normaldır, yəni yaşayışlı evdir də. Yəni bunun üstü nəzərdə çatdırım. Burada sanitar qovşaqdır. Gördüyünüz ki, buranın da təmiri qaydasında. Amma demək, otaqları hörmətli izləyicilər genişdir. Yəni bunu nəzərdə çatdırım ki, bura hardasa 16-18 kvadratlı bir yataq otağıdır. Böyük bir yataq otağı, 2 pəncərəsi var. Ev bütün hər tərəfli havalanmaya uyğundur. Qoşa daşdan inşa olunub, ev sahibi özünə inşa etdirib. Təmiri qaydasında, tavanı, aboyları zadı, hamısı qaydasındadır. Polunu da təzə laminat vurdurub, yəni evin təmiri qaydasında. Qapılar da təmiz taxta qapılardır. Demək, buradan keçirik qonaq otağına. Qonaq otağı da gördüyünüz kimi tam rahat evin içinə işıq düşür. Birbaşa öz həyətinə baxır. Gördüyünüz kimi də 22 kvadratda buranın qonaq otağıdır. Yəni normaldır. Tavanları yenə olduğu kimi qaydasında, aboyları hamısı qaydasında. Polizadı hamısı döşəməsi də laminat təzə vurulub. Keçən indi 3-cü otaqla tanış olağın. Buradan da keçirik ən axırıncı otaq. Burada hardasa 16 kvadrata yaxındır. Yəni buranın da ölçüsü yaxşı, pəncərəsindən tam rahat işıq düşür. Hörmətli izləyicilər, nəzərdə çatdırıram, bax bu evin təmiri qaydasında bir dənə qapılar əylənməlidir. Yəni ev sahibi taxta qapılardır, keyfiyyətli qapılardır. Yəni burada elə bir ciddi bir problem yoxdur. Nəzərdə çatdırım ki, evin qalan işləri hamısı qaydasındadır, təmirləri normaldır. Həyət bazasına düzdür, xərc lazımdır, amma yenə də ən azından ev şəxsi, mükəmməl bir çip evdir. Bunu nəzərdə çatdırım. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. Sosial əmlakda, TikTok, Instagram, YouTube'da burada bizim evlərimizi rahat izləyə bilərsiniz. Orada hər evlər hamısı kodlaşdırıb zəng vuran zaman kodları götürmək yaddan çıxmasın. Hörmətli izləyicilər, bu evin də qiyməti 85.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibinə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Nəzərdə çatdırım, yeri gözəl yerdir, yaxşı yerdir, şəhərə çıxışı rahatdır. Yəni bunları nəzərdə çatdırım. Yerinə görə də ev həmişə dəyər verilir, qiymətləndirilir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah ev olmayanlara
gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.